Əgər təbiətin bizə bəxş elədiyi resursların iqtisadi dəyərini hesablasaq, bu hər il ərzində 100 trilyon dollardan yuxarı bir vəsait deməkdir. Elə hal-hazırki forumda əsas müzakirə mövzuları da məhz bundan ibarət oldu. Biz təbiəti necə qoruyacağıq və gələcəyin şəhər modeli nədən ibarət olacaq? Azərbaycan da 182 ölkədən 10 minlərlə insanın qatıldığı bu toplantıda özünü yeni inkişaf proqramı və gələcəyə hesablanmış şəhərsalma modelini beynəlxalq aləmə təqdim etməyə çalışdı. Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində həyata keçirdiyi geniş miqyaslı tikinti layihələri və ağıllı şəhər konsepsiyası isə olduqca müsbət yanaşmadır. Ətraf mühitə hörmət prinsipi əsasında həyata keçirilən belə layihələri yalnız alqışlamaq olar. Burada enerji təminatı da əsas məsələlərdən biridir. Bugün dünyada belə bir tendensiya müşahidə olunur. Bir tərəfdən ətraf mühit qorunur, digər tərəfdən insanların daha yaxşı şəraitdə yaşaması təmin edilir. Qarabağda həyata keçirilən layihələr dünyaya nümunə ola bilər. Burada ilk növbədə ciddi dövlət planlaması görülür. Şəhərlərin necə təşkil olunduğu, əsas infrastrukturun, yolların, elektrik və su təminatının insanların gəlişindən əvvəl qurulması müasir yanaşmanın göstəricisidir. Bu, dünyanın diqqət yetirməli olduğu vacib nümunələrdən biridir. Forumda müzakirə olunan ən narahat edici iqtisadi mövzulardan biri də mənzil böhranı oldu. Dünyanın bir sıra ölkələrində artıq insanlar əmək haqqı ilə ev ala bilmir. Şəhərlərdə sosial təbəqələşmə daha da dərinləşir. BMT ekspertləri isə xəbərdarlıq edir. Urbanizasiya artdıqca qeyri-rəsmi yaşayış məskənləri və sosial risklər daha da böyüyəcək. 2030-cu ilə qədər təxminən 3 milyard insanın mənzilə ehtiyacı olacaq və bu dünya əhalisinin 30%-i deməli mənzil təminatı problemi ilə üzləşə biləcək. Başda müzakirə olunan sual isə bu idi. Gələcəyi şəhərləri insanlar üçün olacaq, yoxsa yalnız kapital yığımı üçün? Bugün daha çox şəhərlərdə xabların müəyyənləşməsi şəhərin iqtisadiyyatına geniş imkanlar yaradır və əhalinin daha əmək imkanlarını və məşğulluq imkanlarını daha da təkmilləşdirir. Bugün şəhərlərdə iş, təhsil, xidmət və biznes mərkəzlərinin daha yaxın yerləşməsi şəhər iqtisadiyyatının düzgün formalaşmasına və biznes fondlarının yaranmasına səbəb olur. Həmçinin bugün şəhər büdcələrinin maliyyələşməsində müəyyən beynəlxalq təcrübədən istifadə oluna bilər. Bunlar əsasən yaşıl maliyyə sistemidir ki, burada daha çox bələdiyyə idarə etməsi, həmçinin əmlak vergilərinin təyin olunması şəhər iqtisadiyyatının inkişaf edilməsinə daha əhəmiyyətli təsir verir. Forumun əsas diqqət çəkən məsələlərdən biri də məhz Qarabağ eyni zamanda regional bağlantılarla bağlı oldu. Burada müzakirə olunan layihələr təkcə yenidən qurulmanı deyil, Asiya ilə Avropa arasında yeni iqtisadi marşrutların forumlaşmasını əhatə edir. Yeni dəmir yolları, enerji xətləri, Zəngəzur dəhlizi Azərbaycanın regionun əsas logistika mərkəzlərindən birinə çevirməyə hədəfləyir. Azərbaycan isə Qarabağda həyata keçirdiyi ağıllı şəhər modeli ilə post-münaqişə bərpasının yeni nümunəsini təqdim etməyə çalışır. Bakıda keçirilən bu FON3 forumu göstərdi ki, gələcəyin şəhərləri artıq texnologiya, enerji və iqlim dayanıqlığı üzərində qurulacaq. Forumda təqdim olunan innovativ həllər, xüsusilə də süni intellekt və məlumat bazarı idarəetmə sistemləri inkişaf etməkdə olan ölkələr üçün böyük maraq doğurur. Tikinti və daşınmaz əmlak sahəsində Global PropTech bazarı 2026-cı ilə qədər 53 milyard dollardan çox olacaq və bu texnologiyalar şəhərlərin idarə olunmasında əsas istiqamətlərdən birinə çevriləcək. Eyni zamanda şəhər infrastrukturu, nəqliyyat və rəqəmsal xidmətlər səbəbindən qlobal elektrik enerjisi tələbatı 2050-ci ilə qədər 75%-dən çox artacaq. Bu FON3-də əsas müzakirə mövzularından biri şəhərlərdə artan sosial və iqtisadi risklər oldu. Dünyada urbanizasiya sürətlə artır və bu proses işsizliyi, mənzil çatışmazlığı, ərzaq təhlükəsizliyi və sosial bərabərsizlik kimi problemləri daha da dərinləşdirir. Gələcəyin şəhərləri yalnız iqtisadi artım deyil, həm də sosial dayanıqlılıq prinsipləri üzərində qurulmalıdır. Təbiətin bəşəriyyətə təqdim etdiyi resursların iqtisadi dəyəri illik 100 trilyon dollar ötür və bu resursların qorunması artıq qlobal iqtisadi təhlükəsizlik məsələsinə çevrilib. Qarabağda mənzil və yaşayış infrastrukturu üçün ayrılan 10 milyard dollardan çox investisiya isə regionun sosial və iqtisadi reinteqrasiyası baxımından mühüm addımdır.
Beləliklə, paytaxtımız 53 mindən yuxarı iştirakçının qeydə alındığı daha bir beynəlxalq platformaya ev sahibliyi edərək qlobal urbanizasiya və eyni zamanda qarşılıqlı investisiyalar və şəhər iqtisadiyyatının müzakirə olunduğu əsas mərkəzlərdən birinə çevrildi. Bu eyni zamanda Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda da rolunu artıran əsas forumlardan biri olacaq. Rasim Şərifov, Tahir Əliyev, Həftə üçün.